almadığımız sevgi hansı xəstəliklərimizi üzə çıxardır? Bilirik ki, almadığımız sevgi, vermədiyimiz sevgi, ifadə eləmədiyimiz, bizə qarşı ifadə olunmayan sevgi bizdə psixosomatik problemlər yaradır. Bu nə deməkdir? Gəlin ilk öncə istəyirsiniz ona toxunaq. Psixosomatika deyiləndə bizim duyğularımızın, bizim bədənimizə, orqanlarımıza yansımasından söhbət gedir burada. Yəni dolayısıyla bizə verilməyən sevgiyə qarşı bizim nə hiss elədiyimiz burada çox önəmlidir. Məsələn, mən bir qız uşağıyam, ailəmdə tutaq ki, valideynim tərəfindən yetərincə sevgi görməmişəm və yaxud təqdir görməmişəm. Heç kəs mənim başıma sağal çəkib deməyib ki, afərin sənə Nərmin və yaxud heç kəs deməyib ki, problem yoxdur. Aşağı qiymət alsan da mən bilirəm sən əlindən gələni eləmisən. Mən sənə güvənirəm. Sadəcə sən Nərminsən deyə mən səni sevirəm. Çox sağ ol ki, varsan. Misal üçün, bu tip əgər yanaşmalar olmayıbsa, Nərmin buna necə reaksiya verir? Bir insan buna necə reaksiya verir? Əgər kin yaradıramsa, bu məndə başlayır ödümdə problemlər yaratmağa. Əgər mən özümü ifadə edib demirəmsə ki, ay ana, ay ata, ay müəllim, ay sevdiyim şəxs, gör də məni, ax mən səni sevirəm, ax mən səndən umuram bu sevgini. Xahiş edirəm, bunu mənə göstər də. Əgər göstərmirsə nə baş verir? Məndə yaranır bloklanma. Bloklanma yaranır, tiroid xəstəliklərinə gətirir, çıxarır bu. Daha şiddətli qəzəb hissləri, məsələn, miqrenə, bunu həkimlərimiz məndən də gözəl izah eləyərlər yəqin ki, miqren problemlərinə gətirib çıxarır. Baxın, bu kimi bir sıra məsələlərə gətirib çıxarır bizə qarşı ifadə olunmayan o sevgi və o gözəl hisslərə olan bizim acılığımız. Bəzi xəstəliklər də var ki, əslində o bizə genetikadan gəlir. Nəslimizdən keçir bu bizə. İstər ana tərəfdən, adətən ana tərəfdən düşünürəm daha xanımlara daha çox keçir ananın. Çünki qızların orqanizmi eynən ananın orqanizmindən bənzər olduğunu mən bunu müşahidə eləmişəm. Məsələn, həkimlərlə danışdığımızda da görmüşəm. Bu bizə nəyi deyir? Biz anamıza oxşamırıq fiziki olaraq desək də, amma elə də deyil. Elə oxşuyuruq. Mən hətta biraz da dərinləşdirərdim. Mən deyərdim ki, bir qism xanımlar anasından bir çox şeylər götürür. İstər orqanizm olaraq, istər xarakter olaraq, psixoloji amillər baxımından və yaxud da ikinci bir istiqamət mən deyərdim ki, bibilərinə də oxşarlığı var. Yəni ata xəttindən olan xanımlar. Belə, ancaq böyük faizlə siz demiş, mən də müşahidə etmişəm ki, xanımlar anasına daha çox, bəli. Anaya çəkməkdə belə deyək, daha çox burada rol oynayır. Əlbəttə ki, burada genetik faktorlar var ilk öncə. Ancaq tək burada ana deyil də. Çünki ananın da anası var, anasının da anası var. Mən Nərmin olaraq həm anamın anasından, həm onun anasından, ana nənəmdən və s. bu nəslin xanımlarından, bir qism də bəylərindən müəyyən epigenetik xüsusiyyətlər daşıyıram. Çünki bizə keçən o xüsusiyyətlər təkcə xarici görünüşümüzdən əlaqəli deyil. Biz keçən sayılarda qeyd eləmişdik ki, burada psixoloji amillər var, burada epigenetik amillər var və s. Yəni bunların hər birinin rolu burada böyükdür.